Bu gördüğünüz sarağan bitkisidir. Latınca kotinus adlanır. Hətta el dilində vəlgə də deyirlər. Bu bitkidən əslində qaynadıb suyunu istifadə edib xəstəliklərdə istifadə olunur. Və belə bir şəkildə də götürüb boyaçılıq sənayesində də istifadə oluna bilər. Məsələn, kəlaqayların üzərində gördüyünüz rəngin almaq üçün belə bir təbii yolda rəng alına biləcək bir maddələrdən ibarətdir. Tərkibində həm vitamin C, flavonoidlər var və bu maddələrin hesabına sarağan bitkisindən qurd qovucu effekt verə bilir, antiseptik təsirlərə malikdir. Həmçinin öd qovucu xüsusiyyətlərə malikdir. Əgər kiminsə ödündə daş varsa, bu həmin sarağan bitkisinin qaynadılmış suyunu içmək məsləhət görülmür. Sarağan bitkisinin əslində sənaye olaraq da həm də dərman maddəsi olaraq məlhəm də hazırlanır, məhlullar da hazırlana bilir. Təkcə suda deyil, spirtdə çıxarışda hazırlana bilir. Sarağan bitkisi Azərbaycanda bitir və hal-hazırda da boyaçılıq sənayesində istifadə oluna bilir, boyaq maddəsi kimi istifadə olunur. Əgər kimsə sarağan bitkisinin dəmləyib istifadə etmək istəyirsə, götürəcək budağından bir hissə qədər bu budaqları götürdükdən sonra 4-5 ədəd götürün, xırda-xırda doğrayın. 200 ml qaynar suda dəmləyin. Gündə bir dəfə günün birinci yarısı yeməkdən sonra daxilə qəbul edə bilərsiniz. 2 həftə istifadə edin. Daha çox istifadə etdikdən sonra mədənizdə qıcqırma yarada bilər. Sarağan bitkisi Azərbaycanda bitir və istifadə etməyinizi tövsiyə edirəm. İldə 3-4 dəfə kurs edə bilərsiniz.